İlk növbədə hər bir salamlayıram. Həqiqətən də bu gün heç keyfim yoxdur. Keyfim olmamağının bir səbəbi var ki, çox sevdiyim bir TikTokerlər dava eləyiblər. Xəbərlər çox pisdir. Həqiqətən keyfim də yoxdur. Artıq yəni dünyada qlobal oldu bu xəbər. İso Braziliyandır, nədir? Braziliyalı bir qaqaşımız həqiqətən də Braziliyalıdır. Deyəsən Braziliyada doğulub, deyəsən sonra gəlib Azərbaycanda belə hadisə olub. Səhifəsini görürsüz. Sonra Gülbala var, onunla dava olub ki aralarında, nəsə ciddi bir problem olub, bıçaqlama falan olub, gid-gid söhbətlər olub. Oha, ne diyor? Ona reaksiya verəcəm, həqiqətən keyfim çox pozulub, nəyə görə dava eləyiblər bilmirəm. Videomuza like atıb kanalımıza abunə olun. Bu videoya 100 bəyənmə gəlsə bunun davamını çəkəcəm. Braziliyan qaqamıza da, Braziliyalı qaqamıza da uğurlar arzulayıram. Gülbalaya uğur düşmür. Nəyə görə deyim? Çünki davanı deyəsən Gülbala yaradı. Faktla bağlı araşdırmalar məndən xəbərçi olar. Faktla bağlı araşdırmalar aparılır. İnşallah yaxşı olar. Haqqında yazıb ki, videolar ironidir, linçləməyin. Hədəf 10.000. Reklam üçün dığımı. Həqiqətən də mən kanalımı reklam eləyə bilərsən. Səndən xahiş edirəm. Kanalımın reklama ehtiyacı var. Sənin 4700 takipçin var. Mənim YouTube'da 4700 də məndədir. Sən də reklam elə, səni izləyənlər də məni izləsin. Videoların çox izlənib, ən çox video 921 min izlənib. Ən sevdiyim TikTokerin bu qədər izlənməsi məni həqiqətən çox sevindirir. Videolarını izləyib, videolarını çox sevirəm. Buradan Gülbala'ya səslənirəm. Gülbala, sən çox oldun ha. Sən götürüb canlı mənim arxamda danışırsan. Səni Gülbala, sən neynəmsən? Niyə arxa sizdə danışmısan mənim sevimli TikTokerimin? Bu nə hörmətsizlikdir? sən mən qabağıma çıxma Gülbala. Səni harda Harada görsə vuracaq səni qaqaş. Qabağına çıxma. İndi Braziliyadadır. Bir talpa yığılıb gəlirlər qaqaş. görsən, harda görsən sən sağ buraxacaq. Nə vaxt baxıram ancaq Mahnının səsindən qaqaşın nə dediyini eşitmirəm. Amma ki tərəfini tuturam da, yəni Gülbala zəifsən. Buradan Gülbala'ya səslənirəm. Gülbala, mən səni davaya çağırdım. Niyə gəlmədin? Gülbala qorxub davaya getmir. Gülbala niyə getməmsən? Sırf sən bu videonun altını yaz. Niyə davaya çağırıb, niyə getməmsən davaya? Sen ne anlatıyorsun be abla? Gözünü seveyim be abi. Danışa da bilmədim. Qaqaş, həyecanlanıram mən. Sən bu qədər qorxaqsan yəni. Səni davaya çağırıram, gəl. Yenə çağırır davaya. Get qaqa, nəcib gec olmayıb. Braziliyadan bir kamaz gəlirlər. Get bir bax nə deyir. Buradan Gülbala'ya səslənirəm. Gülbala, mən səni davaya çağırdım, gəlmədin. Bu səfər səni ringə çağırıram. O ringə çağırır promoy qaqaş. Gülbala olsa bir şey eləyə bilməyəcəksən. Ən yaxşısı güclü hazırlaş. Hal-hazırda bilirsən ki, mən də məşqə başlamışam da. Yəqin ki kanalımda görünür də hamı bilir ki, mən məşqə başlamışam. Yaz 1-2 məşq videomu bax, özü də yazmağa ehtiyac yoxdur. Yazsan olsa da cavab verməyəcəm mən də. Ya cavab versəm ancaq ən sevimli TikTokerimə, İsrafil nədir, ona cavab verərəm. Belə bir şey deyim, məşq videomu bax, biraz güclü hazırlaş. Söhbətdə cır bunun ağzını qaqaş. Həqiqətən də davavızı gözləyirəm. Bütün dünya sizin ringdə davavızı gözləyir, döyüşünüzü gözləyir. Uğurlar hər kim. Necə bir dərd sanaxı ürəyimdən silinirsən. Eşqinə möhtac oldum, sevib səni sevilmədim. Buraya kimi sevimli TikToker miydin? Bundan sonra sıçıb batırdın özüm ölüm. Yay gələn kimi dənizə dalma şəklim. Qaqa dalma dənizə, qaqa dəniz hayıfdır. O izbi qaqa. Arxada ayaqları var bir dənə çıxıb gəlir. Mahnıya bax, əsmərdir, sarışın hər cürə var qaqaş. Boğulub eləyərsən. Gülbala ilə davavızı eləyin, sonra nə olur olsun qaqa. Status özüm paylaşdıqdan sonra baş verənlər. Aha, nə baş verir? Çox maraqlıdır. O izbil qaqa. Ora film çəkib əməli başladı. Bax, əsl sevimli TikToker bunu görə deyirəm. Qaqaş, telefon da sındı. Sənə görə telefon da sınır qaqaş. Yəni heç nədir. Olsun olan şeylərdir. Amma ki çalış bundan sonra status paylaşma. Bu səfər ayağı vığırdın. Gələn səfər başqa şey qırılar. Özü qaz verir amma deyir ki qaz vermə. Əsl bax Braziliya hərəkətlərdir, yəni əsl TikToker. Ba. Görün uşaqlar nə yazıb mənə direktə. Nə yazıb Gülbala direktə bunu deyən? Hə, qaqa məndən qaqa məndən uzaq Allaha yaxın ol. Yox, get başqası ilə nə edirsən elə, mən işin olmasın. Qorxdun gəlmirsən davaya, biraz kişi ol. Dava deyəsən gecə vaxt olub qaqaş. 5:11 deyir, 2:47 deyir. Babat söhbət olub. Hər ikiniz uğurlar arzulayıram. Burası vurub bir-birinizə əncir eləməyin, cavan şəxs. Ümumiyyətlə davadan uzaq olun. Havalar da buna görə pis keçirib.
Vurdu bahalı ətrindən. Deyir ki, qızlardır, ölür dərdimdən. Dərdindən ölünəsi adamsın. Bu arada bir nəfər yorumlarda yazıb ki, bahalı ətir 4 manat. Çox əsəbi adamdır. Gülbalanı söhbətə çağıran adam məni söhbətə çağırmaz sizcə? Vurub əncir eləyərlər mənə qarşı. Gülbala, yenə Gülbala ilişir. Ay Gülbala, gör nə deyirəm. Hamı sən canlıda söyləyəndə, yorumlarda söyləyəndə mən gəldim sərbəstliyə oldum. Sən getdin canlı mərhəmətlə danışdın, hə? Səni davaya çağırdım, gəlmədim. Biraz kişi ol, hə? Qorxma, hə? Özü hörmət elə. Qaqa, videonu çəkəndə Gülbala heç başa düşmür sən nə deyirsən burada. Mən bir dənə Gülbala sözünü oxuyub başa düşdüm ki, video Gülbala haqqındadır. Mahnının xodu sənin səsindən çoxdur. Çalış biraz düzəliş elə montajda falan. Gülbala da başa düşsün də nə deyirsən. Yaxşı mənada deyirəm, mən səhv anlama. Vlog çəkib. Mənim TikTokerim vlog çəkib. Çox kövrəldim. Kövrəlmə, mən bir mikrofon alaraq sənin yanındayam. Uzun aradan sonra vlog çəkib dostlar. Çox istəyirəm də bu uşağı mənə həqiqətən. Yumor məqsədi falan demirəm, mənə həqiqətən də çox istəyirəm. İstəyirdim bir dənə vlog çəksin bu. Video vlog neçə dəqiqəlik? 26 saniyə. 26 saniyə vlog çəkərlər. Biraz uzun elə baxaq da buna. Yemək yeyə falan. Yeməyi qaytararım özümə. Cipsizdə qalmışam. Gördüyünüz kimi. Cips falan alıb baxın bir dənə cips ya. Reklam eləyirsən. Tutdu onu. Niyə reklam eləyirsən? Sonra kola almışam. Qıraqsa da alıb, kola alıb, kola. Dedim şeydə bulvarda canlansın, bir dəkə video çəkim. Hə. Şu videomu bəyənərsiniz, bir dəkə takip etməyi unutmayın. Çox sağ olun, var olasınız. Təşəkkürlər. O mədəniyyətli oğlandı, həqiqətən deyirəm. Özü də deyir ki, videolar deyir, yumor məqsədilə çəkilib. Yəni mədəni oğlandı, ciddiyəm. Amma ki arada olur da vlogu falan qısa eləyirsə inciyirəm. Deyirlər ki, işləmirsən. Mahnının səsi düşdü qulağıma. Marketdə şəkli var. Marketdə mənə də qaqaş videom falan var idi. Dedim ki, güya işçiyəm də, girim marketə bir dənə video falan çəkim, güya işçiyəm. Əlində də şey tutub, güya kassirdir. Nos qaqaş, mən də onun kassir dostum var idi, əlindən alıb tutub demişdim ki, bir dənə şəkil çəkim ki, güya mən də işləyirəm. Sonra baxaq nə cür bəhanələr var burada. Mən də belə geyinmişəm bir neçə dəfə toya falan gedəndə, güya ki işləyirəm. Yaxşı qaqaş, işləyirsən, bildik. Allah iş və avan eləsin, Allah ömür versin. Edita var bir dənə, ISO Brazilian. Bu çox əsəbi deyəm ona. O öyle ona dönüşdü qaqa. Oy, belə editimi eləyən yoxdur da mənim. Olmasın qardaş. Əsas odur ki, mənim dəyərli TikTokerimin editini eləyiblər. Buradan Gülbalaya səslənirəm, Gülbala. Bu Gülbalaya çox səsləndi ya. Gülbala sən TikToku çəklə. Təmiz bağlatdır TikToku qardaş. TikTokda söz atır ancaq sənə. Bir-biriniz ancaq TikTokda söz atırsınız. Gözümə nə oldu ya mənim? TikTokerimi gördüm, gözlərim oldu, dəyişdi birdən. Bugün Aysa haqqında xəbərdarım. Sabah məndən davaya gəlməyə kişi deyil. Nə deyir? Sən dedi qaç dalınca gəlməyən deyil, kişi deyil. Qaqaş neyini üst qaqasüz. Atası deyir, yoruldum, al biraz maşını sən sür. Nənəsi deyir ki, qoy sağ salamat çataq evə. Unuttum. Aqa be. Gördünüz nəsə dedi ki, orada bəsdi çəkdim. 4 illik sevgilimdə 4 dəqiqə içində ayrıldım. Ağlama sən canım, mənə ağladacaqsan burada. Videoda ağlamağa halım yoxdur. O həqqə ağlayır o. O həqqə ağlayırsan sən. O əsla ağlayır o. Qaş elə ağladı ki, ağlamağım gəldi. Amma ki məcbur, məcbur gülməliyəm. Kimlərdən qorxacam? Heç kimlə qaş. Ətlərdən qorxacam. Ya da monitor arxasında şirə dönüb üz-üzə gələndə Baba dizlər monitor arxası şir söhbəti. Gülbala ilə bayaq monitor arxasında söhbət eləyirdilər ha. BMW-nə çalana falan bu assı bir məndən qardaş canavarsan da sən. Sən bir dənə iPhone al, həqiqi deyirəm. TikTokda bir pul qazanarsan yəqin ki. Bir dənə iPhone al qardaş. iPhone-la elə bir videolar çək ki sən. Keyfiyyət olsun da, biraz keyfiyyət ölüb. Bazı da BMW sürən oğlan çalları görürəm. Olsa bomba kimi. Nəysə dostlar, videomuzu buraya qədər izlədiniz. Sizə təşəkkür edirəm. Əsas da ki videomuza like atıb kanalımıza abunə olun. Ərindim qardaş telefon kablosunu çıxarmağa. Dedim ki, hələ belə video çəkim. Saat 6 falandır. İnşallah möhtəşəm videolarımız olacaq. Bu cür tepkiləri istəyirsinizsə qardaş, bu videoya sizdən istəyirəm də 100 like. Qoyun da bu videoya 100 like. Bilirəm ki, olacaqdı 100 bəyənmə. Nəysə, gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz. Bu arada İsrafil, qardaşım, ISO Brazilian, yəni Braziliyalı qardaşımız. Sonra Gülbala.
dava eləmin qətiyyən. Dava sizə yaraşmaz. Hər ikinizi çox istəyirəm, ciddiyəm qardaş. Dostlar, belə deməyimə baxmayın. Belə deyirəm ki, çox istəyirəm də güya. Söhbət falan düşər Allah haqqı. Nəysə də mən belə şeylərdən qorxuram. Təkləyərlər məni ikisi. Çağırarlar qarışmaya. Bir görürsüz yazılar videonun altında ki, gəl qarış Targovya, bıçaqlayacaq, nə edəcək. Belə şey mən belə şeydən uzağam, qorxuram. Sağ olun, sevgilisiniz.